Əlindəki nədir? Banan. Banan. De görüm bananın nə kimi xeyri var? A, B, C Vitaminləri ilə vitaminləri ilə zəngindir. Aha. Çox sağ ol oğlum. Afərin. De görüm əlindəki nədir? alma, qırmızı alma. Qırmızı almanı xoşlayırsan? Bəli. Nəyə görə? Çünki onun Çünki onun tərkibində vitaminlər var, zəngindir. A, B vitaminləri ilə Zəngindir. zəngindir. Afərin, sağ ol. Dəniz, de görüm əlindəki nədir? Kivi. Faydası nədir onun? Hə. Tərkibində hansı vitaminlər var? C, Aha. E, K vitaminləri var. Ay, sağ ol. Çox sağ ol qızım. İlayda, de görüm əlindəki hansı meyvədir? Heyva. Buyur danış görüm. Heyva payız fəslinə məxsus bir meyvədir. Aylarla saxlana bilir. A, B, Y, hətta K vitamini ilə zəngindir. Heyvanın kompotu əticidir. Zərpənli. Afərin, sağ ol qızım. Çox sağ ol. Həm də görürsən necə ətirlidir heyva özü də. Afərin, sağ ol qızım. Semina, əlindəki nədir qızım? Zəncəfil. Zəncəfildən nə vaxt istifadə edirsən? Vitaminlər var. Zəncəfildə çoxlu nə var? Vitamin var. Göstər görüm uşaqlara zəncəfili. Bax, ay uşaqlar, bu da çox faydalıdır. Biz zökəm xəstəliklərində, soyuq dəymədə nədən istifadə edirik? Zəncəfil dəmlənməsindən istifadə edirik. Çox sağ ol, get Semina, sağ ol qızım. De görüm əlindəki hansı meyvədir? Üzüm, buyur görüm, danış görüm. Üzümün faydaları. Üzümün tərkibində A, C və B vitaminləri var. Üzüm bu vitaminlərlə zəngindir. İmmunitetini artırır, enerji verir, həzmə kömək edir, yaddaşı dəstəkləyir. Afərin mənim balam, afərin. Ayan, buyur görüm gözəl qızım, əlindəki nədir? Alma. Buyur danış görüm alma haqqında. Alma ağacda yetişir. Almanın vitaminləri çoxdur. Alma anam mənə şirəsini verir. Ay, sağ ol, afərin, sağ ol qızım. Şöhrət, əlindəki nədir? Portağal, eləmi? Hə. De görüm indi, hə. Portağal yeməyi çox sevirsən. Afərin, sağ ol mənim balam. Mərziyə, əlindəki nədir qızım? Alma. Alma yeməyi xoşlayırsan? Nəyə görə qızım? Faydalıdır. Ay, sağ ol. De görüm almanın tərkibindən danış. Aha. Vitaminlərlə zəngindir. Xüsusən C vitamini ilə həzmi yaxşılaşdırır, bədəni gücləndirir, enerji verir və yorğunluğu azaldır. Afərin Mərziyə, çox sağ ol qızım, çox sağ ol. Ayan qızım, sən hansı faydalı qida haqqında öyrənmisən? Mən xurma haqqında öyrəndim. Xurma yeməyi xoşlayırsanmı? Bəli. Afərin, buyur görüm qızım. Bu xurma mədə və bağırsaq üçün çox faydalıdır. Tərkibi yoxla zəngindir. Beyni gücləndirir. Afərin, onda çoxlu ye. Afərin, sağ ol qızım. Məryəm, buyur danış görüm. Hansı meyvədir əlindəki? Bananın tərkibində hansı vitaminlər var? A, B, C vitaminləri var. Ona görə banan nədir? Faydalıdır. Denən banan faydalıdır. Afərin, sağ ol Məryəm. Oğuz, əlindəki nədir? banan. Bananda hansı vitaminlər var? A, B, C. Və bir də maqnezium var. Banan yeməyi xoşlayırsan? Bəli. Ay, sağ ol, afərin. Hər gün banan ye. Zeynəb, de görüm, hansı faydalı qida haqqında öyrənmisən qızım? Banan haqqında öyrənmişəm. Buyur danış görüm, bananın bizə nə kimi xeyri var? Banan, buğda, düyü və qarğıdalıdan sonra 4-cü ən məşhur
məşhur qidadır. Banan ağacda bitir. Bananın tərkibində A, B, C vitaminləri və maqnezium var. Banan həm də həzmi Banan həm də həzmi asanlaşdırır. asanlaşdırır. Aha. Əzələləri nə edir? Banan əzələri möhkəmləşdirir. Banan həm də ürəyə xeyri var. Banan çox yeyəndə Böyrək böyrək xəstəlikləri yaranmasına yaranmasına. səbəb olar. Afərin, çox sağ ol qızım. İlay, qızım, de görüm əlindəki nədir? Hansı meyvədir o? Armudun nə kimi faydası var? Armud ən faydalı meyvələrdən biridir. Tərkibindəki vitaminlər immuniteti gücləndirir, sümükləri möhkəmləndirir. Afərin qızım, afərin, çox sağ ol. Cavid, əlindəki nədir? Limon. Limonun nə kimi faydası var? Xəstəlikdə limonlu çəkir. Afərin, sağ ol. Limon həm də sümükləri möhkəmləndirir. Düzdür? Həm də tərkibində C vitamini var. İştahı da artırır. Əyləş, sağ ol. Vur, əlindəki nədir? Narın faydasını de görüm. Nar çox faydalıdır. Qanı artırır. Afərin, sağ ol gözəl balam, sağ ol. Məryəm, buyur görüm qızım. Feyaqlarda çoxlu Buyur Melisa qızım. Əlindəki hansı meyvədir? portağal. Aha, buyur danış görüm. Portağalın tərkibi. Portağalın içində C vitamini var. C vitamini bizi xəstəliklərdən qoruyur. Görmənizə və xeyri var. Ay sağ ol. Anan onun şirəsini çəkib verirmi sənə? Afərin. Bax, hər gün onun şirəsini qəbul etmək lazımdır qızım. Çox sağ ol Melisa, sağ ol. Afərin. Əlindəki nədir qızım? Nar. Narın faydalarından danış görək. Nar çox faydalı meyvədir. C vitamini ilə zəngindir. Nar qan azlığını qarşısını alır. Həzmə kömək edir. Dərimizə faydalıdır. Mən narı çox sevirəm. Narın şirəsini də xoşlayırsanmı qızım? Ay çox sağ ol Nazlı. Afərin sənə. Məryəm, əlindəki nədir qızım? Feyxanın tərkibində hansı vitaminlər var qızım? Afərin, sağ ol qızım. Yəni çox faydalı meyvədir. Buyur görüm. Fəqan, de görüm o nədir əlindəki? Nə kimi faydası var? Tərkibində nə var onun? Çoxlu vitaminlər var. Portağal yeməyi xoşlayırsan? Ay sağ ol. Əlini cibindən çıxart.